lazım. Mən məcburam telefonumu açıq qoyarım. Amma siz hamiləsiz. Akşam saat 11-12'de telefonu söndürün. Ev telefonunuz var da zaten sizden. Telefonu yanınızdan uzaklaştırın. Şualardan uzak olun. Wi-Fi olan otaqda yatmayın. Televizor o ışığıyla yatmayın. Televizor tamamen topdan keçirdin. Yediğiniz qidalara diqqət yetirin. Ən böyük B qrup vitamini qreçkadadır, bulgurdadır, kət toyuğu, kət yumurtası, balıq, sonra balqabaq, kök, çuğundur, ən yaxşı vitaminli şeylər buradadır. Göy-göyərtidir, qatıq süddür, bol-bol yeyin. Tvorog yiyin, səhər zavtraqın zəngin yiyin. Məsələn, bir gün bal yeyirsiniz, sabah yumurta yeyirsiniz, o bir gün Herkules kaşası yeyirsiniz. Yəni, necə bir mədəm dolsun deyə yaşamaq lazım deyil. Siz hamiləsiz, siz uşaq böyüdürsünüz. Mədəm zəngin də olsun, vitamin, minerallarla da olsun. Ya gedim makaronu qızardım, yiyeyim, o da bir dənə vitamin yoxdur karbohidratdan başqa. O da lazım deyil. Uşaq kökələcək, amma içi puf kimi, uşağın nə immün sistemi